Uğur Hekayəsi seriyamızın bu dəfə qəhrəmanı Elon Musk. Dünyanın ən məşhur sahibkarı, texnologiya və innovasiyanın lideri. Onun həyatı heç də adi deyil, çünki o, sıfırdan dünyanı dəyişdirən biri oldu. Musk, PayPal, SpaceX, Tesla, Neuralink, The Boring Company kimi şirkətlərlə adını tarixə yazdırdı. Amma hamısını eyni məqsədə gerçəkləşdirmək üçün edir. Gələcəyin texnologiyalarını yaratmaq. Tesla elektrik avtomobilləri ilə avtomobil sənayesini dəyişdi. SpaceX kosmosa ticari uçuşları mümkün etdi və Marsa səyahət planları ilə yeni bir dövrün başlanğıcını qoydu. Elon Musk'ın uğurunun açarı nədir? Risk almaq və inam. Musk daim yüksək riskli layihələrə yatırım edib və çox vaxt uğursuzluqlara üzləşib. Amma o heç vaxt geri çəkilməyib. Tək məqsədi yanaşma. Onun məqsədi hər zaman çox böyük olub. Bəşəriyyətin gələcəyini təkmilləşdirmək və planetləri aşmaq. İnnovasiya. Musk heç vaxt ənənəvi düşüncə ilə məhdudlaşmayıb. O, heç bir sahədə olmaz demədi. Həmişə daha yaxşısını tapmağa çalışıb. Musk hələ də həm də sosial şəbəkələrdə fəallığı ilə gündəmdədir və Twitter'ı alıb burada da ağıl və inqilab məsələlərini müzakirə edir. Elon Musk bizə göstərir ki, böyük ideyalar yalnız böyük risklər və zəhmət tələb edir. Onun mübarizəsi bəlkə də hələ bitməyib. Amma onun mənimsədiyi sərhədsiz düşüncə hər birimizi ilham verir. Növbəti uğur hekayəsini kimi görmək istərdiniz? Jeff Bezos, Richard Branson, şərhlərdə qeyd edin və biz sizə hazırlayaq.